Sual gelmiştir ki bizim münasibatımız yani İran'ın siyasi coğrafyasında yerleşen Azerbaycan ya Güney Azerbaycan ve halk olarak Türk halkı Azerbaycan Cumhuriyeti ile necə olmalıdır? Ben bu sualın daha biraz geniştirilmesini düzgün bilirəm. Yani burada bizim münasibatımızı, yani deyək Güney Azərbaycanın münasibətini yalnız Azərbaycan değil, Azərbaycan və Türkiyə ilə necə görürəm deyə sual vermək lazımdır. Tüm Azərbaycan və Türkiyə bizim xalqın çox geniş çoxunluqla bu iki ölkədə yaşamaqdadırlar. O cəhətdən bizim münasibətimiz Türkiyə və Azərbaycanla sual verilməli və söz konusu olmalıdır. Biz bugün gələcək Güney Azərbaycan hangi siyasi statusu qazanacaqdır və o status əsasında Türkiyə və Azərbaycanla hangi əlaqələr quracaqdır deyə bir şey deyə bilmərik. Çünki siyasi cəhətdən orada deyirik. Amma bugün Türk-Azərbaycan Milli Demokratik Hərəkatın münasibətləri Azərbaycan və Türkiyə ilə necə olmalıdır deyə öz düşüncəmizi aydınlada bilərik. Özümüz veya bir siyasi partiyaya aidiksə, o partiyanın mövqeyin və muzeyin bu hərəkatın Azərbaycan və Türkiyə ilə münasibətini açıqlamamız gerekir. Türkiyə, Azərbaycan və Güney Azərbaycanın çarpıcı formada çoxunluğu təşkil edən xalq veya millət Türk xalqı veya Türk millətidir. Yani etno millət olaraq Türkiye'de yaşayan, Azərbaycan Cumhuriyetində və Güney Azərbaycanda yaşayan insanların çox yüksək səviyyədə çoxunluğu bir xalqı, bir etno milləti, yani Türk millətini təmsil edir. Amma nə yazıq ki, bu xalq indi siyasi cəhətdən üç siyasi coğrafiya bölünməkdədir. Türkiyə, Azərbaycan ve İran'ın siyasi coğrafyasında yerleşen Azerbaycan veya Güney Azerbaycan'dır. Ama bir daha aydınlık getirmeliyim ki Türklerin kompakt formda, çoxunluqda veya nisbi çoxunluqda yaşayan bölgeler bugünkü Güney Azerbaycan adlanan bölgelerden daha çox ve daha geniştir. Yani Türklerin yaşadığı yer Azərbaycan və Türkiyənin sınırlarından bəzi yerlərdə hətta Tehrana yaxınlaşmaqdadır. Halbuki o bölgələrin adı heç zaman Azərbaycan olmayıbdır. Azərbaycan adını veya Güney Azərbaycan adını Türklərin yaşadığı bölgədə qurulan devlətin adına verilməsi, o adın bir tərəfdən Türklərin yaşadığı ən böyük bölgə və bir başqa tərəfdən Azərbaycan tarixi Türklərin ana vətəni olduğu üçün o bölgədə qurulan devlətin adı Azərbaycan veya Güney Azərbaycan olmalıdır. Amma bizim münasibətimiz, ilgimiz və əlaqəmiz Azərbaycan və Türkiyə ilə iki səviyyədə olmağı gerekir. Birinci səviyyə normal xalq arası olan səviyyədir. Bu səviyyədə xalqlarımız arası, yani Türkiyə, Azərbaycan və İranın siyasi coğrafyasında yerləşən Azərbaycan nə qədər mümkünsə sınır qısıtlılığı olmamağı və xalqımız arası İran, Azərbaycan və Türkiyə münasibətlərində sərbəstcə, azadca, geniş vasitədə əlaqə qurulmalıdır. Bu geniş vasitəni ailəvi əlaqələrdən tutmuş, kültürel, ictimai, iqtisadi münasibətlərin nə qədər geniş olmasını sağlamaq lazımdır. Amma ikinci səviyyə siyasi əlaqələr və ilişkilərdir. Siyasi əlaqələr və ilişkiyə gəldiyimizdə orada siyasi kurallar, siyasi qaydalar və siyasi bilim bu adın çəkdiyim üç tərəfli əlaqələrə müəyyən dərəcədə istər-istəməz etki altına alacaqdır. Elə buna görə də verilən sualın cevabını bugün
Türk-Azərbaycan Milli Demokratik Hərəkatın açısından diqqət mərkəzinə alınıb və cavablandırmaq lazımdır. Siyasi kurallara gəldiyimizdə birinci siyasi kural siyasetin mövzusudur. Yəni milli mənfəət. Yəni hər bir qurulan devlət veya hər bir milli demokratik hərəkatın formalaşmasında milli maraqları və milli mənfəətləri tanıyıb o məqsədə hərəkət etməyi nəzərə almaq lazımdır. Bugünkü dövlət quruluşlarında hər bir dövlət müəyyən bir siyasi doktrinə sahibdir. O siyasi doktrin o dövlətin milli mənafiyi nədir deyə onu diqqət mərkəzinə alıb siyasət yürütməkdədirlər. Bu qaydədə Türkiyə və Azərbaycan da istisna deyil. O açıdan Türk-Azərbaycan Milli Demokratik Hərəkatının özünə aid müəyyən siyasi doktrin və o siyasi doktrin çərçivəsində müəyyən milli maraq və mənfəətlər tərəfinə hərəkət etmək gərəkir. Baxmayaraq ki, Türkiyədə, Azərbaycanda və Güney Azərbaycanda yaşayan insan Türk insanıdır, bir xalqdır. Amma siyasət söz konusu olanda devlət müəyyən bir milli mənfəət arxasında getməkdədir. Adını çəkdiyimiz milli mənfəət sadə və bəsit bir mövzu deyildir. Çox mürəkkəb bir mövzudur. Özünü müstəqil bir analizə və dəyərləndirməyə ehtiyac vardır. Ona görə burada yalnız adını çəkməklə ondan keçirik, amma gələcəkdə bəlkə müstəqil bir mövzu olaraq ona toxunmağı düşünmək olar. Ona baxdığımızda Türk Milli Demokratik Hərəkat Güney Azərbaycanda özünə özəl bir siyasi stratejik çizgi çəkmək gərəkir. Və bu çizgilər Türkiyəni, Azərbaycanı və Güney Azərbaycanda milli hərəkatını müəyyən bir alanda və ya alanlarda bir-birindən ayırır. Əgər bu ayrılığı siyasi sahədə biraz aydınlaşdıra bilsəm, hər kəs bunu başa düşməkdə bəlkə çətinlik çəkməsin. Azərbaycan dövlətini nəzərə alaq. Azərbaycan dövləti Rusiya dövlətinin güc alanında yerləşir. Elə buna görə də Azərbaycan dövləti ilə Rus dövlətinin stratejik bir-biri ilə əlaqədardirlər. Halbuki milli hərəkatımızın ən mühüm və əsli düşməni İran dövləti olan İran İslam Cumhuriyyətidir. Bu açıdan milli hərəkatımız üçün İran dövlətinin uluslar arası çapında və ya beynəlxalq alanda İran İslam Cumhuriyyətinin dostları bizim hərəkatımızın düşməni və İran İslam Cumhuriyyətinin beynəlxalq alanda düşmənləri bizim hərəkatımızın dost mövqeyinə düşməkdədir. Bu açıdan Rus dövləti beynəlxalq alanda İran dövlətinin dostu olmaq üçün Türk Milli Demokratik Hərəkatının beynəlxalq alanda düşmən mövqeyində yerləşir. Halbuki adını çəkdiyim nədənlə bugün Azərbaycan dövləti ilə Rus dövlətinin çox yaxın və stratejik əlaqələri vardır. Yəni milli hərəkatımızın xarici siyasətində Rusiya ilə zaviyəsi olmaq üçün Türk Milli Hərəkatının Azərbaycan dövlətinin beynəlxalq alanda siyasəti ilə istər-istəməz bir zaviyə içinə girir və bu açıdan bir olumsuz durum da yaraldır. Ya məsələ Türkiyə dövlətinə gəldiyimizdə, Türkiyə dövləti keçən 100 ildə İran dövləti ilə yaxın dostluq siyasəti sürmüş. Halbuki bugün milli hərəkatımız İran dövlətini xalqımızın ən böyük və ən önəmli düşməni tanırkən, həman düşmən Türkiyə dövləti ilə bir yaxın əlaqə və münasibətdə olmağı üçün bir yerdə yenə də Milli Demokratik Hərəkatımız Türkiyə dövlətinin xarici siyasətlərində, ələlxüsus İranla əlaqəsində müəyyən dərəcədə yenə də bir yeni zaviyə açılır, yeni bir ara ortaya gəlir. Və ya son zamanlarda Birləşmiş Millətin İnsan Haqları Qurumunda Azərbaycan, İran dövləti
Birləşmiş Millətin İnsan Haqları Nəzarəti Qurumundan çıxmaq üçün Azərbaycan müsbət rəy verdi. Halbuki milli demokratik hərəkatımızın mənfəətlərini sağlayan mövqe İran İslam Cumhuriyeti'nin beynülxalq alanda İnsan Haqları Qurumunun nəzarəti altında qalmalıydı. Burada diqqət etdiyiniz kimi Azərbaycan dövləti İran İslam Cumhuriyetini İnsan Haqları nəzarətdən çıxartma rəyi və bizim milli hərəkatın o rəylə müxalif mövqedə durması bizim milli hərəkatla Azərbaycan dövlətinin İran rejiminə qarşı mövqeyində ciddi bir ara açılır. Və yəni orada Azərbaycan dövlətinin siyasəti milli hərəkatımızın mənafeyini təmin edən bir siyasət deyildir. Bu nümunələri gətirməklə siyasətdə milli mənfəət nədir deyə və dövlətlərin və ya milli hərəkətlərin milli maraq və mənfəətləri bəzən bir-biri üstünə düşməyəndə bir-birindən ara açma məcburiyyətində qalması bir gerçək və bir həqiqətdir. Elə buna görə də milli hərəkatın münasibətləri, yəni əlaqələri, ilişkiləri Azərbaycan və Türkiyə ilə səyyal bir münasibət və əlaqə və ilişki olmalıdır. Təbiətən istər-istəməz bu dövlətlər bizim xalqın dövlətləri olaraq Güney Azərbaycanın onlarla ən yaxın əlaqələri, ən yaxın ilişkiləri olmalıdır. Amma siyasət kurallarına dayandığımızda Azərbaycan və Türkiyə eyni dövlət deyildir deyə düşünməyimiz lazımdır. Eyni halda Türk Milli Hərəkatı ilə Güney Azərbaycanda Türkiyə dövləti və Azərbaycan dövləti də eyni şeylər deyirlər deyə düşünmək lazımdır. Bunu siyasi kurallar çox uzun zamandan bəri aydınlatmış və təsbit etmişdir. Hər kəsə aydındır ki, İranda türklər, ələlxüsus Türk-Azərbaycan Milli Demokratik Hərəkatı Türkiyədən və Azərbaycandan umur, yardım umur. İranda bizim ana dilimizi öldürməkdədirlər. Bu sahədə Azərbaycan, xüsusən Türkiyə ədəbiyyat, dil, musiqi, incəsənət hər alanda desən, hətta bilim açısından fərqli qanatlarda media, universitetlər, hər alanı desənsə bizə ana qaynaqdılar. Türkiyə, Azərbaycan olmasaydı biz İranda lorların, giləklərin, mazilərin durumunda qalardıq. Yəni heç bir dil, kültür, mədəniyyət qaynağı olmayınca lor, mazi, gilək istər-istəməz fars dil içində məhv olma və bir neçə zamandan sonra adları çəkilməyəcəkdir. Amma İranda yaşayan Türk xalqı Azərbaycan və Türkiyə kimi güclü qaynaqlara sahibdir. O cəhətdən Azərbaycan və Türkiyə bizim xalqın dil, ədəbiyyat, incəsənət və başqa sahələrdə qalxışmasına təkcə qaynaqdır. Umud evidir. Hətta öz evdir deyə adını çəkə bilirik. O cəhətdən Azərbaycan və Türkiyə bizim xalqımız üçün İranın siyasi coğrafiyasında yerləşən Güney Azərbaycan və genəldə İranda yaşayan türklər üçün həyati rolu olan bir ölkələrdilər. Sözümü belə sonuçlandırım ki, milli hərəkatımızın və arzu etdiyimiz Azərbaycan və ya Güney Azərbaycanda qurulan dövlətin əlaqəsi və münasibəti Azərbaycan və Türkiyə ilə ən yaxın və qardaş münasibətləri, əlaqələri, ilgiləri olmalıdır. Amma bu eyni şey demək, eyni olmaq, bir ölkə olmaq mənasına gəlməz. Baxmayaraq ki, gələcəkdə demokratikləşmə sürəci nə qədər gəlişirsə və dövlətlər biz yaşayan bölgələrdə nə qədər gəlişib və demokratikləşirsə, o qədər sınırların aradan qaldırılması mümkün olacaqdır. Eyni Avropa Birliyi kimi. Elə bir duruma gəldikdə orada sınırlar istər-istəməz Avropa Birliyi kimi sınırlar da ortadan qalxma imkanı vardır. Orta Doğuda və bizim yaşadığımız bölgədə hər bir insanın arzusudur. Amma gəlin bəzi acı gerçəklərdən də biraz danışaq. Acı gerçəklərdən danışmamız boş yerinə umutlanmamızın qarşısını alır.
siyasi strateji qurmada bizi dəqiq, gerçəkçi və rasyonal düşüncəyə sevk etdirir. Seçdiyimiz hədəfləri gerçəklərlə və ya gerçəkçiliklə uyğunlaşdırır. Acı gerçəklərdə öyrənmək üçün çox geniş və böyük dərslər var. Bu dərsləri biz türklər də İranın çapında və xüsusən Güney Azərbaycanda yaşayan türklər bilməlidirlər, öyrənməlidirlər və o təcrübələrdən öz yollarına işıq saçmalıdırlar. Amma o acı gerçəklər nədir? Burada da vaxtın az olması üçün yalnız bir neçə nümunə ilə sözümü sona çatdırıram. Birinci acı gerçək Türkiyə dövlətinin geçən 100 ildə, yəni Türkiyədə Cumhuriyyət qurulandan bəri Türkiyə dövləti Güney Azərbaycana və İranda yaşayan türklər üçün geçən 100 ildə deyirəm, bir qayğı duymuşmu? Türk xalqı İranda və Güney Azərbaycanda öz ibtidai haqlarını əldə etsin deyə Türkiyə dövləti geçən 100 ildə hətta qısıtlı belə olsa da bir siyasət yürütmüşmü? Bu sözümün yönləri çoxdur, çox geniş və çox həyati siyasətləri içrəyən və Güney Azərbaycanda həyati rolu oynayan faktorları içrəyir ki, təəssüflə burada onları açıqlamaya zaman yoxdur. Amma Azərbaycana gəldiyimizdə, geçən 30 ildə və ya 30 neçə ildə Elçi bəy gedəndən sonra Güney Azərbaycanda və İranda yaşayan xalqlara bir siyasət yürütülmüşmü? Türk xalqının İranda mənfəətləri üçün fərqli sahələrdə Azərbaycan dövləti bir çaba içində bulunmuşmu? Həqiqəti sorsanız, bu sualların qarşısında mənim bir cavabım var. Azərbaycan dövləti yeni bir dövlətdir. Balaca bir dövlətdir. 10 milyonluq bir dövlətdir. Azərbaycan dövlətinin İranda 85 milyonluq ölkə və Azərbaycanın yanında duran İran dövlətinin dostu Rusiya dövlətinin olduğu yerdə Azərbaycan dövlətindən mən şəxsən çox bir şey ummuram. Əlbəttə bu demək deyil ki, Azərbaycan dövləti İranda yaşayan türk xalqına və Güney Azərbaycana laqeyd olmalıdır. Əsla. Amma adın çəkdiyim siyasi kurallar, dövlətlər arası ya dövlətlərlə milli hərəkətlər arası əlaqələr və ilişkilərdə yalnız ürəyim yandı xidmət edim, mənim xalqıma aiddir xidmət edim söz konusu deyildir. Bəlkə bir dövlətin mənfəəti icab edirsə, başqa dövlətə yardım edər, başqa bir milli hərəkata yardım edər. Filistin hərəkatı gözümüzün önündə. Dünyanın enerjisini təmin edən ərəb dövlətlərin tam gözünün qarşısında Filistinin başına gələn oyunları keçən 100 ildə hər kəs bilir. Amma yenə də ərəb dövlətlərindən bir səs və səda yoxdur. Bu təcrübəyə dayanaraq milli demokratik hərəkatımız öz ayaqları üstə durmanı öyrənəcək və siyasəti o açıdan yürüdəcəkdir. Türkiyə, Azərbaycan bizim hərəkatla və ələlxüsus Güney Azərbaycanla əlaqədə Türkiyə və Azərbaycanın mənfəətini axtarmaq lazımdır. Ya dəqiqcə desək, bizlə, yəni Türk hərəkatı ilə Güney Azərbaycanda Türkiyə-Azərbaycan əlaqə ilgisində o nədir ki, iki tərəfli maraq və mənfəətləri təmin etsin? İki tərəfli dediyimdə milli hərəkatımızla Türkiyə və Azərbaycan, iki tərəfli bizlə Türkiyə və bizlə Azərbaycan arasında iki tərəfli mənfəəti sağlayan faktorlar, mövzular, məsələlər, qonular nədir deyə düşünmək lazımdır. Əgərsə Azərbaycanın və Türkiyənin Güney Azərbaycanla əlaqə və ilgidə bir mənfəəti varsa ki, vardır və mən onu çox bundan öncə danışmışam və hər kəs istəsə onu dinləyə bilər. Amma buna baxmayaraq ki, iki tərəfli mənfəət İran, Azərbaycan, Güney Azərbaycanla varkən keçən 100 ilin ərəfəsində Türkiyə tərəfindən o maraq və mənfəət üçün heç bir iş görülməyibdir.
və Azərbaycana gəldiyimizdə də dəqiqən o mənfəət və maraq üçün Azərbaycan dövləti Güney Azərbaycan üçün gözlədiyimiz qədəmləri atmamışdır. Bizim aktivistlər içində təcrübəsizliyimizə görə sözlərə, şüarlara inananlar və sinə çak edənlər çoxdur. Amma böyük bir filosofun sözü vardır. Siyasətçinin sözü deyil, əməlinə baxacaqsan və sonra yargılayacaqsan, ya qəzavət edəcəksən. Sözlərimi dinlədiyiniz üçün təşəkkür edirəm.